İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı genişləndirilib. Milli AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Xidmətlər zərfinə eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması, bir seans. Koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə NIK prosesorunun tənzimlənməsi xidməti, fitting, konsultasiya daxil, eşitməyə aid digər qeyri-operativ prosedurlar, koxlear protez cihazının xarici komponentləri, koxlear protez cihazı. İstifadəçisinin hazırda istifadə etdiyi səs NIK prosesorunun minimum 5 il müddətində istifadə edilmiş olması şərt ilə bir üst modeli ilə əvəzləşdirilməsi, konsultasiya daxil aid edilib. Həmçinin eşitməyə aid digər qeyri-operativ prosedurlar, koxlear protez cihazının xarici komponentləri, koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs, NIK prosesorunun istifadəyə yararsız olduğu təqdirdə eyni model səs, NIK prosesoru ilə komplektləşdiricilər xaric əvəzləşdirilməsi, konsultasiya daxil istehsalçı tərəfindən zəmanət şərtlərində nəzərdə tutulmadığı hallarda minimum 1 il müddətində istifadə edilmiş olması şərt ilə zərfə daxil edilib.